Tarix fənnindən bağlı abituriyentlərin gözü qorxub artıq, 1 və 4-cü qrupun abituriyentlərinin ki, yəqin ki, bizə də imtahan suallarında fənlər üzrə çətinlik olacaq. Sosial şəbəkələrə də biz baxanda daha çox bu narazı kütlənin yazdığını görürük. Abituriyentləri ilk cəhdəcə artıq imtahan prosesindən küstürməli deyilik. İndiki dövrdə, indiki məqamda əslində ali təhsil müəssisəsinə qəbul olmaq çox asandır. Siz deyilsə, nə qədər bal toplamısınız Elçin bəy? Bütün hər kəsi də eyniləşdirmək mənə görə doğru deyil. Mən düşünürəm ki, Məlikə xanım orada müəyyən məsələləri mütləq nəzərə almalı idi. Salam dəyərli TV Müsavat izləyiciləri, efirdə jurnalist Afaq Mirayikdir. Son günlər valideynlər və abituriyentlərin narazılığı ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Qeyd edilir ki, qəbul imtahanlarında suallar olduqca çətin olub. Xüsusilə də tarix fənnindən hətta müəllimlər belə çox çətinlik çəkiblər onların cavablarını tapmaqda. Bugün qonağımız təhsil eksperti Elçin əfəndi və Dövlət İmtahan Mərkəzinin sektor müdürü Xanlar Xanlarzadədir. Yaxın dəqiqələrdə bütün məsələlərə, bütün suallara cavab axtarmağa çalışacağıq. Odur ki, bizimlə qalın. Xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Xanlar bəy, elə gəlin ilk olaraq sizdən başlayaq. Yəni artıq uzun müddətdir ki, neçə illərdir ki, sual tapşırıqlarının çətin olması ilə bağlı bir narazılıq var. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin bu sual tapşırıqlarla bağlı bir siyasəti nədən ibarətdir? Yəni, getdikcə bəzi müəllimlər, ekspertlər qeyd edirlər ki, ötən illərə nisbətən suallar son dövrlərdə, son illərdə çox çətinləşib. Bunun səbəbi nədir? Yəni, ali məktəblərdə plan yerlərimi dolub, ümumiyyətlə, çox abituriyentin qəbul olmasını istəmirikmi, yoxsa səbəb nədir? Abituriyentlər olsun, şagirdlər olsun və yaxud da ki, elə ictimaiyyət nümayəndələri olsun, onlar imtahanın məqsədinə fikir vermirlər. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanlar, bunlar ölçmə və yerləşdirmə məqsədi daşıyır. Bu deməkdir ki, bizdən tələb olunur ki, müəyyən bir kütlə imtahan verir, müəyyən bir plan yeri var və biz həmin o plan yeri çərçivəsində müəyyən insanları qiymətləndirməliyik. Yəni, ümumi kütlədən ən bilikləri, ən bacarıqları seçməliyik. Yəni, bax, bu imtahanın məqsədidir. Ona görə də bütün bu seçmə, yerləşdirmə mahiyyəti daşıyan imtahanlarda asan, orta və çətin tipli tapşırıqlardan istifadə olunur. Yəni, bu bölgü aparılır. Digər imtahanlarımızda da, buraxılış imtahanlarımızda da biz bu bölgünü eləyirik. Çünki buraxılış imtahanı da yekun attestasiya imtahanı ilə yanaşı, eyni zamanda qəbul imtahanının birinci mərhələsi hesab olunur. Buraxılış imtahanları ümumi o çətinlik səviyyəsinə görə nisbətən daha yumşaq, asan hesab olunur. Ona görə ki, biz burada əsas məqsəd daha, deyək ki, orta və az bilikli imtahan iştirakçılarını bir-birindən fərqləndirmək olur. Amma o daha savadlı uşaqları, hazırlıqlı uşaqları buraxılış imtahanlarında o qədər də bir-birindən seçmək olmur. Çünki buraxılış imtahanları həm də yekun attestasiya imtahanlarıdır. Onu qutaranda sizə attestat təqdim olunur. Ancaq qəbul imtahanlarında bir qədər fərqlidir. Biz qəbul imtahanlarında burada əgər müqayisə eləsək buraxılış imtahanları ilə onların ağırlıq dərəcəsi daha yüksəlir. Ancaq o nisbət yenə də qorunub saxlanılır. Asan, orta və çətin tipli tapşırıqlardan istifadə olunur. Çətin tipli tapşırıqlarda da bizim əsas istəyimiz ondan ibarətdir ki, yüksək hazırlıqlı olan uşaqları bir-birindən fərqləndirək və onların o 700 ballıq şkalada, indi bizdə 0-dan 700 bala qədərdir də, onların o göstəricilərinə əsasən yerlərini müəyyən eləyək ki, kim daha biliklidir. Dediyimiz kimi bu imtahan müsabiqə üçün keçirilir. Amma ümumi biz baxsaq, qiymətləndirsək, əlbəttə ki, bizim istəyimiz imtahan iştirakçılarını çətinə salmaq, onları tutaq ki, kəsmək bundan ibarət deyil. Bütün tapşırıqlarımızı biz dərsliklər əsasında hazırlayırıq. Dövlət İmtahan Mərkəzinin qəbul proqramı var. Həmin o qəbul proqramı da dərsliyin əsasında hazırlanıbdır, kurikulumun əsasında tərtib olunubdur və onların o əsas yerləri götürülür. Qısa nisbətən bir proqram hazırlanır, o da əvvəlcədən ictimaiyyətə təqdim olunur. Bizim imtahanlarımızda istifadə elədiyimiz tapşırıqlar orada hansısa o proqramdan qəti olaraq kənara olmur. Bax, belə cəmiyyətdə də mən çox təəssüf eləyirəm ki, belə bir spekulyasiyalar edilir, belə bir fikirlər səsləndirilir ki, sizin imtahanınızda proqramdan kənar nələrsə var. Ancaq
Dövlət İmtahan Mərkəzi o dövlət standartlarına əsasən ki var, standartlar, alt standartlar, onların o tələbləri, həmin o tələbləri rəhbər tutur və bu tapşırıqları hazırlayır. Elçin bəy, bax elə indicə toxundu sual tapşırıqları, açıq tipli suallardan burada söhbət gedir, məntiqə əsaslanan suallardan söhbət gedir. Bax, sizə müraciətlər çoxdur. İstədim siz suallarda nə kimi problemlər yaşayır abituriyentlər, əsas nələr olmalıdır, suallar necə olmalıdır ki, həm abituriyentin savadı burada özünü göstərsin, həm də abituriyenti çox da dolaşdırmasın. Bəzi suallar var ki, valideynlər də, abituriyentlər də bildirirlər ki, saatlarla onu oxumağa sərf eləyirlər. Nəzərinizə çatdırıram ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda buraxılış və blok imtahanlarını biz müqayisələndirsək, əlbəttə blok imtahanı öz çəkisinə və ümumi strukturuna görə digərlərindən fərqlənir. Məsələn, buraxılış imtahanı abituriyentlər çox rahat cavablandıra bilirlər. Burada həm də arxayındırlar ki, səhv cavablar doğru cavablara təsir etmir. Blok imtahanında isə daha həssas, daha həyəcanlı yanaşırlar prosesə və nəticə etibarilə onların səhv etmək ehtimalı artır. Burada isə 4 səhv bir doğru cavaba təsir göstərir qapalı tipli suallarda. Hətta hər dəfə dediyim fikir var, bir səhv belə 0,25 yəni doğru cavaba təsir göstərə bilir. Ona görə abituriyentlər bu imtahanda daha diqqətli olmalıdırlar. Amma bilirsiniz ki, blok imtahanından sonra biz həmişə daha çox 2 il bundan öncə səhv etmirəmsə buraxılış imtahanlarının birində idi belə ajotaj yaranmışdı. Azərbaycan dili fənni ilə bağlı müəyyən abituriyentlərin şikayətləri vardı, o cümlədən müəllimlərin. Amma blok imtahanlarında hər dəfə biz daha çox bu fikirləri alırıq, daha çox müraciətləri. Blok imtahanında, məsələn, sonuncu keçirilmiş 25 may tarixində 2 və 3-cü ixtisas qruplarında tarix fənni ilə bağlı daha çox fikirlər, müraciətlər daxil oldu. Və burada da mən də baxdım müvafiq suallara. Tarix fənnində elə suallar vardı ki, məsələn, onlar bir yox, bir neçə məlumatla sahib olmağı tələb edir abituriyentdən. Yəni, abituriyent məsələn, konkret olaraq sualı cavab vermək üçün əlavə informasiyaları da mənimsəməli idi ki, o sualları cavablandıra bilsin. Bu da əlbəttə ki, abituriyentləri müəyyən qədər də olsa çaşdırır. Çünki biz indi belə deyək də özümüzü abituriyentlərin yerinə qoysaq, onlar hətta mən 3-cü ixtisas qrupunu deyirdim ki, daha ağır qrupdur. Burada 7 fən var. Həm buraxılış fənləri 3, bu tərəfdən də 4 fən var. Hətta coğrafiyanı nəzərə alsaq bir qədər də vəziyyət dəyişir. O nöqteyi nəzərdən abituriyentlərin dərs yükü çoxdur. Yəni onlar ən azı minimum 2 il, maksimum 3 il hazırlıq prosesi keçirirlər və nəticə etibarilə hazırlıq prosesindən kənarda, məsələn, elə abituriyentlər var ki, onların digərlərindən müqayisədə o qədər də hazırlıq keçmək üçün potensial imkanları yoxdur. Ya maliyyə cəhətdən mi deyim və yaxud da hazırlıq üçün müəllim tapa bilmir və s. Amma onlar məsələn deyək yuxarı sinifdə, 10-cu, 11-ci sinifdə qismən vəsaitlərə baxırlar, əldə etdikləri dərsliklərə və Dövlət İmtahan Mərkəzinin hətta bəziləri proqramını belə əldə edə bilmir. Məsələn, hər il Dövlət İmtahan Mərkəzi tədrisinin başlanğıcında jurnalları elan edir ki, məsələn, biz növbəti il buraxılış və ya da blok imtahanlarını bu proqram əsasında, bu mövzular əsasında keçirəcəyik. Amma məsələn, o abituriyentlərin artıq ona jurnalı əldə etmələri üçün əlçatanlıq təmin olunmursa və imtahanda da artıq mövzularla bağlı və ya da proqramla bağlı məlumatsızlıqları gətirir, onların səhv etmə ehtimalını daha da artırır və yaxud da nəticələrin daha da aşağı enməsini gətirib çıxarır. Ona görə düşünürəm ki, biz ümumiyyətlə hər dəfə təklif edirəm bunu, indi xanımlar buradakən deyim, biz blok imtahanlarında və yaxud da ümumiyyətlə qəbul imtahanlarının yəqin ki, modelində dəyişikliyə getməliyik. Yəni, ən azı fənlərin sayı bir qədər azalmalıdır ki, şagirdlərin dərs yükü azalsın. Virus əgər dövlətin strateji bir xətti kimi repetitorluğun tədricən bu kölgə təhsili deyək biz buna, sıradan çıxarılmasını ən azı hədəfləyiriksə, düşünürəm ki, fənlərin sayı minimallaşdırmaqla biz bunu əldə edə bilərik. O cümlədən də şagirdlərin dərs yükünün azalması artıq onların daha rahat qəbul proqramına fokuslanmalarına və yekunda daha uğurlu olmalarına gətirib çıxara bilər. Bilirsiniz, burada bəzi hallarda biz hətta repetitorların, yəni daha çox ajotaj yaratdığından da şahid oluruq. Çünki məsələn deyək ki, onun yanına 20-25 və ya da daha artıq abituriyent hazırlığa gəlir və o istəməz ki, heç vaxt özünü abituriyentin yanında daha az bilikli təqdim etsin. Ona görə məcburdur ki, yəni Dövlət İmtahan Mərkəzini və yaxud da digər qurumlarını mütləq hədəfə çevirsin. Mən Dövlət İmtahan Mərkəzi əməkdaşı burada olduğuna görə demirəm, ümumi mənzərə nəzərdə tuturam. Amma bu tərəfindən də digər baxsaq, müqayisələndirəndə baxırıq ki, məsələn, sonuncu imtahanda tarix, Azərbaycan dili, ədəbiyyat və ya da coğrafiya fənnini müqayisələndə tarixin həqiqətən də suallarında müəyyən qədər çətinlik var. Yəni biz abituriyentləri ilk cəhdəcə artıq imtahan prosesindən küstürməli deyilik. Yəni çünki onların həm imtahan dövrünü, həm yaş psixologiyasını, ümumi psixologiyasını mütləq imtahan suallarında nəzərə almalıyıq. Və belə olduğu təqdirdə onlar üçün daha əlçatan sualları təqdim edəriksə, bu artıq imkan verər ki, imtahanda uğurlu ola bilsinlər. Digər bir məsələ də bilirsiniz, insanlarımızda müəyyən bir fikir formalaşır ki, məsələn,
bilirsiniz, birinci cəhd və ikinci cəhd hər bir abituriyent bu imtahanlarda iştirak edirlər və cari ilin məzunları üçün, o cümlədən dövlətimiz tərəfindən yaradılan imkanlara baxsaq, biz sosial statusu olan şəxslər, hansı ki şahid ailəsi üzvüdür və yaxud da məcburi köçkün statusu var, digər amillər, bunlar dövlət tərəfindən onların dövlət rüsumları qarşılanır imtahanda iştirak etməklə bağlı. Amma elələri var ki, məsələn, onlar birbaşa imtahanda iştirak edərkən səhv etmirəmsə 50 manat ödəniş etməlidirlər ikinci cəhd imtahanda iştirak etmək üçün. Və bəzi hallarda birinci cəhd, yəni ikinci dəfə qatılırlarsa. bəli, ikinci dəfə qatılırlarsa, bəli, artıq ödəniş etməlidirlər. Ola bilər hər hansı bir ixtiyari abituriyent birinci cəhddə iştirak etmir, birbaşa ikinci cəhddə iştirak edirsə, o da heç bir ödəniş etmir. Çünki abituriyent 2 dəfə iştirak edərsə, o zaman ikincidə mütləq ödəniş etməlidir. Bəzən görürük ki, cəmiyyət tərəfindən müəyyən ifadələr səsləndirilir ki, birinci cəhd onun üçün çətin salınır ki, ikinci cəhddə abituriyent axını daha çox olsun. Yəni belə informasiyaların da düşünürəm ki, dolaşmaması üçün, müəyyən ziddiyyətli məqamların olmaması üçün, əlbəttə biz imtahan suallarını hazırlayarkən, yenə deyirəm, ən azı abituriyentlərin ümumi iştirakçıların bazılarını, biliklərini nəzərə alaraq salsaq, daha məqsədə uyğun olar. Düzdür, bəzi hallarda abituriyentlər və yaxud da digərləri prosesin gedişini bilmirlər. Məsələn, deyək ki, imtahan çətin olubsa, bu əslində abituriyentlərin xeyrinə çevrilən bir prosesdir. Çünki əgər imtahan çətindirsə, burada iştirak edir, məsələn, ikinci ixtisas qrupunda 25 min abituriyent iştirak edirdi, 25 min üzəri səhv etmirəmsə, onlar belə götürsək, tutaq ki, o 25 minin 15 min nəfəri, məsələn, deyək, 400 bal toplayıb, ortalama götürsək, bu demək ki, ixtisaslar üzrə keçid balları bu il ən azından 400 bala yaxın olacaq, daha çox ixtisaslarda. Yox, əgər o 25 minin deyək bir 15 mini, məsələn, deyək toplayıb 200 və 250 bal üzəri, demək keçid balı 200 bala qədər yenəcək bəzi ixtisaslarda və yaxud da əksər ixtisaslarda. Yəni imtahan suallarının çətinliyi birbaşa abituriyentlərin xeyrinə əslində çevrilə biləcək bir prosesdir. Amma bizə lazımdır ki, bir yaxınların önündə qeyd etdi, daha bilikli və bacarıqlı şəxsləri müəyyənləşdirək. Onun üçün də müəyyən çətin suallar orada öz əksini tapmalıdır ki, məsələn, biz imtahanlardan sonra dərhal nəyə fikir veririk? 700 bal toplayan neçə nəfər oldu? Halbuki o 700 bal toplayanın çoxluğu ümumi prosesin təhsil göstəricilərinin yüksək olması anlamını vermir. O nöqteyə nəzərdən düşünürəm ki, burada çətin suallar da yenə də olmalıdır. Prinsip etibarən sadə, orta və çətin olmaq şərti ilə. Amma yenə də Dövlət İmtahan Mərkəzi və ümumiyyətlə o sualları bazadan yığarkən bildiyim qədərilə ekspert qrup orada baxır, fən müəllimləri. O sualları seçərkən, yəni həmin dövrün abituriyentlərinin ümumi bilik və bacarıqlarını təhlillə aparılaraq suallar seçilərsə, fikrimcə bu abituriyentlər üçün də, cəmiyyət üçün də, eyni zamanda onların valideynləri üçün də uyğun ola bilər. İmtahandan sonra emosiyalar bir qədər yüksək olur, hamı imtahandan çıxır, bir qədər də onlarda həyəcan olur və sosial şəbəkələrdə də biz baxanda daha çox o narazı kütlənin yazdığını görürük. Amma yekunda biz imtahanların statistikasını təqdim eləyəndə biz baxırıq ki, əslində orada çox da ciddi bir fərq yoxdur. Bax, mən sizə bir misal göstərə bilərəm. Buraxılış imtahanları, hansı ki 2-9 mart tarixində keçirilmişdi və ondan əvvəlki buraxılış imtahanları, yəni ötən il keçirilən buraxılış imtahanları. Burada da bax, siz demişdiniz ki, bunun daha əvvəlki illərdə bir ajitaj var idi, hansısa bir fənd üzrə. Əgər orta statistik şagirdin biz imtahan nəticəsinə baxsaq, deməli 300 baldan həm 2014-cü ildə, həm də 2015-ci ildə orta statistik şagirdin topladığı bal 132 baldır. Cəmi orta sıfırdan yüzdə neçə daha artıqdır bu illəri. Bu illər, yəni, o da göstərir. Belə baxanda fərq deyil. Yəni, ötən illə bu il müqayisəsində bəli. Ötən illə bu il görürsünüz ki, üst-üstə düşür. İndi bunları nəyə görə deyirəm? Hələ bu təhlillər aparılmayıbdır. Amma bu təhlil ki, aparılandan sonra biz bunu ictimaiyyətə təqdim eləyəndə onda bir sükut yaranır, sanki heç belə bir müzakirələr olmamışdı. Belə bir tutaq ki, ajitaj yox idi. Çünki onlar üst-üstə düşür, yəni, bəli. Elçin müəllim bayaq vurğuladı ki, fənlərin say çoxluğunun məsələsi. Ümumiyyətlə, dünya praktikasında da bir çox mütəxəssislər bildirirlər ki, artıq fənlərin sayı az olsa daha yaxşıdır. Məsələn, 2-3 fəndən də ibarət olur, çətin də olur, amma ki, yüklənmir uşaqlar. SAT imtahanlarında özüm iştirak eləmişəm, nəzarətçi kimi, proctor kimi iştirak eləmişəm, yəni o təcrübə ilə tanışam. Amma çox İnsan elə bilir ki, o SAT-nin bir əsas hissəsi var, bir də SAT subject var. Məsəl üçün, bəzi ali təhsil müəssisələri, reytingi yüksək olan ali təhsil müəssisələri, onların o fakültələri, ixtisasları ki var, sən ora qəbul olmaq istəyirsənsə, səndən tələb eləyir ki, SAT ilə yanaşı SAT subject-i də ver. Necə ki, o əsas o baza fənləri verirsən, bizdə deyək ki, buraxılış imtahanları hamı üçün eynidir də, hamı o imtahanları verir. Onlar subject-i də, yəni fənni də əlavə tələb eləyir. Məsəl üçün, uşaq gəlir, SAT kimyada iştirak eləyir.
SAT məsəl üçün fizikada iştirak eləyir və yaxud da ki, biologiyada iştirak eləyir. Yəni dünya praktikasında da bu var. İndi biz baxsaq bizim əsas buraxılış imtahanımızda 3 dənə fəndir və bunun əsasında da əslində biz ali təhsil müəssisəsinə qəbul aparırıq. Bunu çox zaman o qədər də qabartmırlar, amma bilirsiniz də bu 5-ci ixtisas qrupu var. 5-ci ixtisas qrupu ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarıdır. Bəzən bu fikirlər də səsləndirilir ki, bu iki mərhələ birləşsin. Yəni müəyyən dərəcədə var o. Yalnız 3 dənə fən üzrə imtahan verməklə sən ali təhsil müəssisəsinə qəbul ola bilərsən. Eyni zamanda sən hətta kollecə qəbul ola bilərsən. Kollecin qəbulu da onlarla aparılır. Deməyim odur ki, indiki dövrdə, indiki məqamda əslində ali təhsil müəssisəsinə qəbul olmaq çox asandır. Bəzən bu 2 dəfə imtahan məsələsini də müəyyən deyək ki, başqa tərəfdən elə bir şey qiymətləndirirlər insanlar. Amma 2 dəfə imtahanda iştirak eləmək bu sənin üstünlüyündür. Biz tələb eləmirik ki, sən bunun hər ikisinə gəlməlisən. Bunun birinə gəl, istədiyin balı topla, kifayətdir. Və yaxud hər ikisində iştirak eləyəndə biz sənə imkan veririk ki, daha yüksək balı sən götürəsən və müsabiqədə iştirak eləyəsən. Deməyim odur ki, biz maksimum dərəcədə əslində şəraiti, imkanları genişləndirmişik. Yəni bundan istifadə edə bilərlər bizim abituriyentlərimiz. Xanım, mən bir məsələ də var, narazılıq daha doğrusu. Sual tapşırıqlarının arasında bəzən səhvlərə yol verilir və bildirilir ki, bu səhvlərə görə də abituriyent çox vaxt itirir və bu onun istər-istəməz təsir edir yazdığı sual tapşırıqlarını, həm gecələyir, həm də çaşır uşaq. Yəni əsasən riyaziyyatda bu baş verir. Yəni bu zaman siz nə edirsiniz? Yəni bunun kompensasiya necə edirsiniz? Deməli, bax, Afaq xanım, burada məsələ nədən ibarətdir? Biz imtahandan sonra ekspertiza keçiririk. Yəni imtahandan sonra müəllimlər qrupu gəlirlər. Həmin o müəllimlər o test tapşırıqlarını imtahandan sonra ekspertiza eləyir. Bu ondan əvvəl də ekspertiza olunur. Yəni test bankına daxil olunanda ekspertiza olunur. Sonra qapalı rejimdə onlara bir dəfə baxılır, ekspertiza olunur. Biz elə ki 3-cü dəfə bu ekspertizanı həyata keçiririk ki, qoy tam əmin olaq ki, tapşırıqlar elmi metodiki cəhətdən doğru tərtib olunubdur. Sonra imtahandan biz dərhal sonra özümüzün elə YouTube kanalımız vasitəsilə canlı yayım eləyirik və bütün o tapşırıqların izahını təqdim eləyirik. Yəni bu tapşırıq, bu da onun izahı, hansı alt standartı ölçmək üçündür. Kitabda hansı tutaq ki 8-ci sinifə aiddir, 10-cu sinifə aiddir. Bax biz bunu açıq formada saytımıza qoyuruq. Sonra eyni zamanda sual kitabçalarını imtahan iştirakçılarına veririk. Bu o deməkdir ki, sənin əlindədir. İmtahanın məzmunu maksimum dərəcədə açıqdır. Kimsə məsəl üçün orada nəyisə gizlədə bilməz, nəyisə məsəl üçün deyək ki, o bunu kimsə bilməsin, bunu ictimaiyyət bilməsin. Belə bir şey mümkün deyildi. Hamının çünki əlindədir. Həm izahlar, həm də ki sual kitabçası izahlar əlindədir. Və biz sonra imtahan nəticələri ki, yekun elan olunanda apellyasiya komissiyasına müraciət etmək üçün yenə də imkan yaradırıq, şərait yaradırıq ki, yenə də kiminsə hansısa bir narazılığı varsa, iradı varsa bizə bildirsin. Əgər hansısa bizim test tapşırığımızda bir nöqsan varsa, biz onda, yekunda, biz hansı ki imtahan nəticələrini elan edirik, onu imtahan iştirakçılarının xeyrinə hesablayırıq. Yəni bu daim belə olur, daim belə olur. Bəzən tutaq ki, biz yekun nəticələri hələ 2 həftədən sonra açıqlayacağıq da, həmin müddət ərzində nəsə bir çaxnaşma yaranır. Amma əgər elə bir səhvimiz varsa, çünki bu insandır da, tutaq ki, bu maşın deyil, insandır, bu tapşırıqları hazırlayan da insandır, onu yoxlayan da insandır, kütləvi bir prosesdir. Əgər elə bir nüans varsa, dəfələrlə olubdur. Özdəki biz apellyasiya komissiyasının məlumatını ictimaiyyətə təqdim eləyəndə onu açıq şəkildə qeyd edirik ki, bax burada hansısa bir məsələ var və bu abituriyentlərin xeyrinə hesablanıbdır. Amma əgər belə bir şey varsa, yoxsa bəzən görürsən ki, haqsız yerə, məsəl üçün bizim sosial şəbəkələrdə yazırlar, müəllimlər görürsən ki, hamısı öz fikirlərini bildirirlər. Amma ekspertlər otururlar, baxırlar, onların haqlılıq payı varsa, orada fərqi yoxdur ki, sən bizə müraciət eləmirsən, yoxsa müraciət eləməmsən. Çünki o qədər olur ki, bizə heç müraciət daxil olmayıbdır. Amma əgər bir dəyişiklik edilirsə, o hamının xeyrinə hesablanır. Belə şey varsa, yəni biz buna təmin edirik, bundan yəni əmin ola bilərsiniz. Bizim ötən ilki apellyasiya nəticələrimizə baxsa, siz onu görə bilərsiniz ki, əgər belə bir hal varsa biz nəzərə almışıq.
Elçin bəy, ümumiyyətlə uzun dövr bu təhsillə bağlı, qəbul imtahanlarla bağlı məsələ gündəmə gələndə siz də daxil olmaqla digər ekspertlər də bildirirlər ki, asanlaşdırmaq lazımdır. Qəbul imtahanlarını asanlaşdırıb ali təhsil müəssisələrinin özündə, yəni bitirmək çətinləşməlidir. Ali məktəblərdə oxumaq, təhsil almaq daha çətin olmalıdır. Bax, İstərdim bununla bağlı. Sizcə ümumiyyətlə bu bir utopiyadırmı? Yox, həqiqətən də Azərbaycanda bu ola bilərmi? Görürsünüz, xanımlar mənim danışanda heç də görünmür ki, onlar belə bir dəyişikliyə gedə bilərlər. Sizcə mümkündürmü bu? İndi istərdim ilk olaraq Elçin bəy bu məsələyə toxunsun. Bilirsiniz, bizim sualların asan olmasını tələbimiz ondan ibarətdir ki, asan olanda, yəni abituriyentlərin düzü iştirak etdilər imtahanlardan sonra, onlar nəticələrini mütləq yüksəldəcəklər. Və bu yüksəltmədə bir növ təhsil müəssisələrində reytinqinin artmasına gətirib çıxaracaq. Çünki imtahan sualları çətin olanda artıq bu birbaşa repetitorların belə daha da inkişaf etmələrinə təkan verən amil olur. Və nəticə etibarilə düşünürük ki, burada imtahan sualları asanlaşarsa, abituriyentlərin ümumi imtahan göstəriciləri də yüksələ bilər. Və bu həm ixtisasların keçid ballarına təsir edə bilər. Məsələn, adi bir nümunə deyim, 2019-cu ildən etibarən yeni tədris proqramı əsasında biz qəbul imtahanlarını həyata keçirdik, buraxılış imtahan mərhələsini. Və həmin dövrdən etibarən artıq imtahanların cavablarının elan olması da gecikməyə, ləngiməyə başladı. Halbuki o dövrə qədər uzağı bir həftə keçirdi, artıq nəticələr elan olunurdu. Bəli. Və artıq o proses müəyyən qədər təsir göstərmiş oldu. Açıq yazılı sualların indi olması nəticəsidir ki, gəlib artıq mart ayında biz imtahanlar götürmək məcburiyyətində qalmışıq. Demirəm, dünya təcrübəsində yoxdur. Yəni, dünya təcrübəsində bu proses var. Sadəcə bu nəyə gətirib çıxarır? Məsələn, mart ayından sonra bilirsiniz ki, şagirdlər artıq buraxılış imtahanı verdikdən sonra əvvəlki kimi dərsə davam etməklə bağlı problemlər yaranır. Yəni, onlar dərsə gedib gəlməklə bağlı artıq düşünürlər ki, buraxılış imtahanı vermişik, halbuki o yanlış fikirdir. Amma yenə də onlar düşünürlər ki, dərsə gedib gəlməməkdə olar. Tutaq ki, bir auditoriyada əgər 30 şagird təhsil alırsa, 30 şagirdin demək olar 20-si gedir, 10-u getmir. Və bu 10 nəfərə görə hər bir şagird üçün dövlət büdcəsindən müəyyən bir maliyyə vəsaiti ayrılır. Yəni, o təsəvvür edin ki, mart ayından sonra o şagirdlər məktəbə getməsələr belə iyun ayının 14-nə qədər, amma dövlət büdcəsindən onlar üçün müəyyən ödəniş ayrılır. Yəni, bu tərəf biraz insanları düşündürür və ya da bizim aramızda olan bir təhlil prosesində üzə çıxır. Yəni, bütün bunları da düşünəndə biz ən az açıq yazılı sualları yaxınlar mənim əzbərçilikdən qaynaqlanaraq bildirdi ki, məsələn, test üsuluna yazılma konkret olaraq əzbərçiliyə meyilli edir. Biz onun üçün də açıq yazılı sualları tətbiq etdik ki, şagirdlər daha çox oxumağa, öyrənməyə maraqlı olsunlar. Amma bu da tətbiq edərkən digər prosesə mane olur. İmtahan nəticələri yubanır. Mən hər dəfə deyirəm, insanlar tətil belə edə bilmirlər, istirahət edə bilmirlər. İstirahət hüquqlarını hətta bildiyim qədərilə mərkəzin əməkdaşları da istirahət edə bilmirlər. Çünki imtahanlar ardıcıl magistratura, buraxılış imtahanları, 9 illik və s. Ona görə düşünürəm ki, burada biz açıq yazılı sualları tamamilə fərqli və ya da saylarını minimallaşdırmaqla və ya da bir esse, necə ki, magistraturada biz səhv esseni tətbiq etdik, bir esse yazaraq onların biliklərini yoxlamaq olar, ona da hər hansı bir bal təyin etmək olar konkret olaraq. Və belə olduğu təqdirdə, yəni vaxt udmaq baxımından bunları tətbiq etmək məncə daha əlverişli imkan yarada bilər. Qaldı ki, iştirakçı sayına biz baxsaq, yəni hər il demək olar ki, artan temp üzrə gedir. Həm buraxılış imtahanında, həm blok imtahanlarında. Müəyyən dövr bu belə davam edəcək, amma bir neçə ildən sonra təbii ki, azalmağa doğru gedəcək. Amma plan yerinə baxsaq, düzdür, təhsilin əlçatanlığı baxımından təminat var. Məsələn, 2012-2013-cü ilə baxsaq, bizim ümumi plan yerimiz 30 minə çatmırdı, amma bugün 30 min dövlət sifarişindən təhsil alan tələbəmiz var. Bu böyük bir rəqəmdir. Və yaxud da ki, ümumi həm bakalavr pilləsinə, həm magistratura pilləsinə bu 85 minə yaxın həm abituriyent tələbə adını qazanacaq, həm də magistratın adını qazanacaq. Və bu artıq bir növ, belə deyək də, imkanın rahatlaşdırılmasıdır. Amma bir qədər də sadələşdirilib, amma ali təhsil məsələsini bitirməyi çətinləşdirəriksə biz, orada artıq həm əmək bazarına daha ixtisaslı, keyfiyyətli kadrları çıxara bilərik. Eyni zamanda sabah işə götürən tərəfdə düşünər ki, artıq bu universiteti həqiqətən bitiribsə, real bilikləri özündə əks etdirən qiymətlər varsa burada, formal qiymətlər daşımırsa, çox rahatlıqla işə götürə bilər. Və yaxud da biz həmişə müzakirələr zamanı bir məsələyə toxunuruq, deyirik ki, dövlət öz verdiyi təhsilə inanmır, nə üçün müəllimlər işə qəbul imtahanı keçirir və ya da dövlət qulluğuna niyə qəbul imtahanı keçirilir? Təbii ki, o dövrə gəlib çatmaq üçün biz bünövrədə müvafiq tədbirləri tətbiq etməliyik ki, yekunda artıq o istiqamətə də qərarlarımız doğru olsun və o istiqamətə yerləşdirmə aparılsın. Ali təhsil müəssisələri hələ buna gedəcəkmi? Bu struktur formalaşdıracaqmı? O da bir başqa bunlar bir hamısı sualdır. Şərtdir, əlbəttə. Kəmiyyət məsələsinə qaçmaq lazım deyil ki, hamı gəlsin, deyək ki, ali təhsil müəssisəsinə qəbul olsun. Çünki ali təhsil müəssisəsində onda o təhsil mühiti ilə bağlı problemlər ortaya çıxa bilər. Dövlət İmtahan Mərkəzinin
əlində böyük statistik məlumatlar var, böyük bir baza var. 9-cu sinifdən biz buraxılışı keçiririk, 11-ci sinifdən keçiririk. Eyni zamanda qəbul imtahanları, sonra magistratura, doktorantura, rezidentura, bax bunların dövlət qulluğuna qəbul. Biz onların deməli nəticələrinə baxanda eyni bir insanın aşağıdan necə gəlib də, necə elə bil ki, onun o inkişaf dinamikasına baxanda biz görürük ki, onların arasında korrelyasiya var. Yəni bu 9-da yaxşı nəticə göstəribsə 11-də onu təkrarlayır, ona yaxın olur. Sonra magistraturada ona yaxın olur, dövlət qulluğunda ona yaxın olur. Yəni bax bu həmin o inkişaf tempini biz müşahidə eləyə bilirik. İndi biz fürsət yaratsaq ki, o 150 baldan da daha aşağı, daha zəif insanlar, onlar ali məktəblərə qəbul olsunlar. Orada təhsil mühitinin korlanması ola bilər. Yəni bu çox ciddi fəsadlara yol aça bilər. Çünki biz faktiki olaraq bilirik, həmin o 140 bal toplayan, 130 bal toplayan, hansı bilik səviyyəsinə malikdir, o ali təhsil müəssisəsində gəlib o tədris proqramını mənimsəyə bilərmi? Bax, görürsünüz, bir neçə ildir subbakalavrlarında ali təhsil müəssisələrində imtahansız qəbul həyata keçirilir. Amma biz zaman-zaman görürük ki, universitet rəhbərliyi onların hazırlıq səviyyəsinə görə etiraz edir. Yəni onların hazırlıq səviyyəsindən. Bax, görürsünüz, əslində o təhsilin əl çatanlığı baxımından atılmış bir addım idi ki, bir təklif idi və qərar qəbul olundu ki, subbakalavrlar, kollec məzunları gəlsinlər, birbaşa oxusunlar. Amma indi biz görürük ki, orada müəyyən deyək ki, etiraz səsləri var. İndi bu 150 balı daha da aşağı salsaq, onda çox elə bir ki, azınacaqlı bir vəziyyətlə biz qarşılaşa bilərik. Elə qonşu Türkiyənin biz təcrübəsinə baxsaq, onlar hər bir rayonda, ildə bir universitet kampaniyasına ki, başlamışlar. Demək olar ki, hər rayonlarında bir ali təhsil müəssisəsi, bir neçə ali təhsil müəssisəsi açıblar. Onların indiki dövrdə onların o ictimaiyyətində gedən müzakirələrə baxsaq, görərsiniz ki, tam əks proses onlarda müşahidə olunur. Artıq bütün onların alimləri, bütün o tədqiqatçıları bunun əleyhinə çıxış eləyirlər. Xanlar müəllim, markerlərlə bağlı da bir narazılıq var. Bildirilir ki, bu qəbul imtahanından sonra bu nəticələri yoxlayanlar canlı qüvvədən ibarət olmasın, yəni xüsusi proqram olsun. Çünki məsələn 11.000 səhv eləmirəmsə şikayətçidən 2129 nəfərin şikayəti, yəni yazı işlənir. 1800 nəfər idi, 2100 yəni əgər belə səhvlərə yol verilirsə, deməli həqiqətən də burada problem var. Bir gələcəkdə düşünülürmü Dövlət İmtahan Mərkəzi canlı deyil, yəni xüsusi proqramla yoxlasın bütün sual tapşırıqlarını? Sual tapşırıqları, suallar, deməli orada qapalı tipli olan tapşırıqlar skaner vasitəsilə yoxlanılır. Çünki kodlaşdırmadır, konkretdir, birin cavabı A-dır, B-dir və yaxud C-dir. Bunları rahatdır 2 günə yekunlaşdırırıq. Ancaq yazılı cavab tələb edən tapşırıqları əlbəttə ki, markerlər, müəllimlər yoxlayır, bir canlı qüvvədən istifadə olunur. Və burada da həmin o obyektivliyin təmin olunması üçün biz 2 dənə markerdən istifadə edirik. Yəni 2 dənə marker bir tapşırığı yoxlamalıdır. Əgər ehtiyac olarsa, ikisinin verdiyi qiymət üst-üstə düşməzsə, onda biz bunu 3-cü markerə göndəririk. Yəni bunların müəllimlər tərəfindən yoxlanılması həyata keçirilir. Hansısa bir ora süni intellekti və yaxud texnikanı deyək ki, biz bir tərəf deyək ki, süni intellekt olsun, bir tərəf müəllim olsun. Əgər ziddiyyət olarsa, onda 3-cü tərəf müəllim olsun. Biz Dövlət İmtahan Mərkəzi İAE deyə bir təşkilat var, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya. Hər il onun illik konfransları keçirilir və hər il Dövlət İmtahan Mərkəzi bu konfransda nümayəndəsini göndərir, iştirak edir. Və biz bu gedən ümumiyyətlə dünyada bu prosesləri izləyirik. Tutaq ki, süni intellekt necə burada tətbiq oluna bilər? Hələ dünyada elə bir texnologiya yoxdur ki, onlar bax bu tip tapşırıqları, bu yazılı cavab tələb edən tapşırıqları yoxlasınlar və 100%lik deyək ki, orada təminat olsun. Yəni hələ belə bir deyək ki, mexanizm kəşf olunmayıbdır. Hələ belə bir mexanizm yoxdur. Sonra o dediniz 10.000 müraciət var. Mən elə buna da toxunmaq istəyirəm. Yəni çünki bu da son dövrlərin aktual məsələləridir. Əslində bu rəqəmi Dövlət İmtahan Mərkəzi özü təqdim edir ictimaiyyətə. Çünki bizim o apellyasiya ərizəsində qeydiyyat formasında avtomatik o göstərilir orada. Yəni biz bunu gizlətmirik. Yəni açıq şəkildə, şəffaf şəkildə biz bunu ictimaiyyətə təqdim edirik. Amma çox təəssüf ki, bəzən bizim bu aşkarlığımız sanki müəyyən insanlar onu o spekulyasiya formasında, spekulativ elə bil ki, götürürlər başqa
başqa deyək ki, formada təqdim edirlər. Amma halbuki bunu Dövlət İmtahan Mərkəzi özü veribdir. Yəni özü orada siz baxanda görürsünüz ki, bu bəli, bu rəqəm belədir, yəni açıq şəkildə. Sonra orada yoxlanılan tapşırıqların sayı 2 milyon 700 mindir. Əgər 116 min adam, hətta 119 min biz götürsək o eksternatı filanda, 119 min adam iştirak edibdir, 24 dənə tapşırıq orada var, açıq tipli tapşırıqdır, yazılı cavab tələb edən. O 119 mini vuranda 24-ə və indi kimsə yazır işi, kimsə yazmır. Yəni yekun nəticədə 2,7 milyondan söhbət gedir ha. O cavabların emal olması məsələsinə bayaqları Elçin müəllim toxundu, o gec olunması, bəli, yəni hardasa bu 5 həftə və yaxud da ki 6 həftə bu proses çəkir, amma söhbət o 2,7 milyon işdən gedir. Onu orada yoxlayanda əlbəttə ki 0,8% rəqəmdir. Bax o siz dediyiniz ki, dəyişiklik olubdur və biz onu açıq şəkildə yenə ictimaiyyətə özümüz təqdim eləmişik ki, bax belə bir dəyişiklik var. Bizim məqsədimiz nədir? Açıqlıq olsun, şəffaflıq olsun və bu mərhələdə o aşkar olsun. Elə apellyasiyanın da mahiyyəti ondan ibarətdir ki, hələ biz ixtisas seçimini həyata keçirməmişik, hələ biz bu prosesi yekunlaşdırmamışıq. Amma qoy bu son mərhələyə qədər kimin narazılığı varsa və yaxud da ki, hansısa tutaq ki, düzəliş olunubsa, biz onu eləyirik və bunu ictimaiyyətə təqdim edirik ki, bax bu qədər adamın və yaxud da ki, bu qədər işdə düzəliş olunubdur. Və bu 0,8% də normaldır. Əgər 2,7 milyonla onu müqayisə eləsən, orada ciddi deyək ki, statistik xəta payı çərçivəsində olan bir düzəlişdir və biz də bunu elan eləmişik və yaxşı ki, biz bunu indiki dövrdə eləyirik. Yəni bu hələ ixtisas seçimi olmayıbdır. Yəni bu da bizim elə o şəffaflığın, açıqlığın göstəricisidir ki, biz bunu vaxtında özümüz deyək ki, tənzimləyirik ki, qoy daha dəqiq qiymətləndirmə həyata keçirilsin. Spekulyasiyadan söz düşmüşkən, yaxın günlərdə Məleykə xanım təhsil ekspertlərinə belə deyək də ismarış göndərdi ki, yeri gəlsə adlarını desinlər, mən onların hansı, nə qədər bal topladıqlarını deyə bilərəm. Sir deyilsə, nə qədər bal toplamısınız Elçin bəy? Mən ali təhsil müəssisəsinə qəbul olanda səhvətimizə 500 bizdə DT XH idi. XH yüksək idi. DT-nin balı yadımda qalıb. 522 bal idi, 500 bal idi. Məleykə xanımın bir adından. Bizim digər tanıdığımız təhsil mütəxəssisinin fikrinə əsasən apellyasiya ilə bağlı səhv etmirəmsə orada fikirlər səsləndirilmişdi. Elə bayaq ki, xanımın dediyi spekulyasiya formatında olan bir məsələ idi o. Bilirsiniz, amma bir necə deyirlər, müzakirənin gedişatında da bütün hər kəsi də eyniləşdirmək mənə görə doğru deyil. Mən düşünürəm ki, Məleykə xanım orada müəyyən məsələləri mütləq nəzərə almalı idi. Amma ümumilikdə biz baxsaq, apellyasiya prosesinin tətbiq olunması da və s. şəffaflığın ən azından təminatı baxımından uyğundur. Amma məsələn, müəyyən kriteriyalar var ki, onlar nəzərə alınmalıdır. Bir neçə il bundan öncəyə qədər Dövlət İmtahan Mərkəzi nəzərə alırdı. Tutaq ki, abituriyent doğru cavab tapıb kodlaşdırma, hansı ki, kodlaşdıra bilən sualda. Orada doğru cavab tapıb, rəqəmləri də yazıb, amma bir aşağı dairəyə kodlaşdıranda diqqətindən yayılıb. Yəni, bu amilə bir baxmaq məncə yenidən daha yaxşı olardı. İkinci bir tərəfdə apellyasiya müraciətlərinin çoxluğu anlaşılandır ki, kifayət qədər hər il artır. Son dövrlər isə artıq belə bir informasiya yayılıb. Mənə necə ki, bu informasiyanın yayılması da abituriyentləri və valideynləri də çalışdırır. Yəqin ki, sizin də müraciətlər daxil olub. Apellyasiya müraciəti edəriksə, bizim əldə etdiyimiz bal da azalacaq. Yəni, məsələn, tutaq ki, 75-ci sualına bağlı abituriyent müraciət etmək istəyir ki, burada mənim balım əslində artmalıdır. Amma apellyasiya nəticəsində məlum olur ki, əslində heç artmalı deyildi, səndə ümumiyyətlə azalmalıdır. Yəni, bax, belə bir... Yenidən qiymətləndirmə aparılır. Bəli, yenidən qiymətləndirmə aparılır. Çünki o iki tərəflidir də, arta da bilər. Azala da bilər. Azala da bilər. Yəni, o azalma tərəfini daha çox elə bir müəyyən dairələr tərəfindən qabardılması gətirib artıq abituriyentlərin də müraciətlərinə təsir göstərir. Bir məqamda toxunmaq istəyirəm. 2-3-cü qruplar, bilirsiniz, iyunun 1-də 1 və 4-cü qrupların imtahanları var. Eyni zamanda 3-cü qrupdan TC istiqamətindən coğrafiya fənninin üzrə imtahan var. Tarix fənnindən bağlı abituriyentlərin gözü qorxub artıq 1 və 4-cü qrupun abituriyentlərinin ki, yəqin ki, bizə də imtahan suallarında fənlər üzrə çətinlik olacaq. Və buradan elə simulasiyadan bildirmək istəyirəm ki, hər kəsən rahat hazırlaşsın, rahat imtahanını versin, hər hansı bir çətinlikdən söhbət gedə bilməz. Əsas odur imtahana fokuslansınlar.